Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin, əvvəlcə anonslarla tanış olaq. Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə agentliyin və institutun fəaliyyətinə dair statistik rəqəmlər qeyd olunub. Gəlin, əvvəlcə ötən həftə qida sahəsinə baş verən əsas xəbərlərlə tanış olaq. Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün icra olunan dövlət proqramının monitorinqi aparılıb. İcra göstəricisi 92% səviyyəsində qiymətləndirilib. Növbəti dövr üçün yeni dövlət proqramı hazırlanır. Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə agentliyin sədr müavini Əziz Şərəfov deyib. Sədr müavini qanunvericilik və tənzimlənmə sahəsində görülən işlər barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, bitki sağlamlığı haqqında qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. Heyvan sağlamlığı haqqında qanun layihəsi hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, ona yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. 1994-cü ildən bəri istifadə olunan xüsusi həssas qruplar üçün normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərəfov dövlət nəzarəti çərçivəsində görülən işlərin statistikasını açıqlayıb. 2025-ci ildə 4304 müəssisədə yoxlama aparılıb və 3739 müəssisədə uyğunsuzluq halları aşkar olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda bir sıra detalları da diqqətinizə çatdırmaq istərdim. 7 halda kərə yağı adı altında bitki tərkibli yağların satışı faktı aşkar edilərək istehlakçıların aldadılmasının qarşısı alınıb. 561 dönərxana və 21 çiğ dönər müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. 373 dönərxanada və 18 çiğ dönər emalı müəssisəsində nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib. Aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədi ilə kənd toyuğu görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Ov ətlərindən qanunsuz istifadə hallarına da biz tez-tez rast gəlinmişdir. Məhsullar aşkarlanaraq satışdan kənarlaşdırılmışdır. Hətta 7 obyektdə qırmızı kitaba daxil edilən oxlu kirpi və turacatları da aşkar edilmişdir. Agentlik, Aidiya İctimai Birliyi ilə aparılan monitorinqlərdə vəhşi heyvanların və quşların ictimai yaşam müəssisələrində qanunsuz saxlanması və nümayiş etdirilməsi faktları aşkar edilmişdir. Heyvanların bu cür şəraitdə saxlanması və nümayiş etdirilməsi vətəndaşların zoonoz xəstəliklərinə yoluxması riskləri yaradır. İctimai yaşayış obyektlərində bu tip hallarla qarşılaşdıqda dərhal agentliyin qaynar xəttinə məlumat verilməsi olduqca vacibdir. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərəfov ötən il ərzində alkoqollu içkilərin satışı və dövriyyəsi üzrə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində görülən işlər barədə media nümayəndələrinə məlumat verib. Onun sözlərinə görə ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirləri çərçivəsində müxtəlif növ 8197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb. Qanunsuz fəaliyyətlərin müəyyən edildiyi bütün hallarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Ölkəmizə il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib. İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2000 ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Yoxlamalar zamanı tərkibində qadağan edilən maddə aşkar olunan energetik içkilər, uyğunsuzluq aşkar edilən uşaq qidası, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilmiş ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məlumatları və sair məhsullar məhv edilmişdir. Həmçinin Azərbaycan Respublikasına 7 müxtəlif ölkədən 19 istehsal müəssisəsinin mal idxalına qadağa tətbiq edilmişdir. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov ixrac olunan qida məhsulları ilə bağlı statistik göstəriciləri açıqlayıb. Görülən işlərin nəticəsi olaraq Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətinə olan məhsulların ixracı həyata keçirilmişdir. Hörmətli media nümayəndələri, 2025-ci il ərzində idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla 1 milyon tona yaxın bitkiçilik məhsulu, 30 min ton və 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsulları nəzarəti beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilərək ixracı təşkil edilmişdir. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrlə müqayisədə 23%-dən çox artıb və rekord həcmdə, yəni 187,5 min ton xurma məhsulu ixrac olunmuşdur. Görülən işlərin nəticəsi olaraq 2025-ci ildə akvakulturada yetişdirilən balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmiz quş qripi xəstəliyindən azad statusa malik olub və bunun nəticəsidir ki, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələrə ümumilikdə 90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub. Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək. Bir sıra ölkələrlə ixrac potensialının artırılması istiqamətində işlər bu gün də davam etdirilməkdədir. Belə ki, Böyük Britaniyanın tələblərinə uyğun olaraq bir sıra balıq məhsullarının onlara ixrac olunması üçün sənədlər hazırlanaraq təqdim edilmişdir. Bu sənədlərin artıq qəbul olunmuşdur və eyni zamanda Böyük Britaniyanın Avropa İttifaqı ilə sanitar və fitosanitar saziş bağlanması istiqamətində işlər bu gün də aparılır. Saziş qüvvəyə mindikdən sonra Avropa İttifaqının ixracına icazə verilən Azərbaycan mənşəli məhsullar eyni zamanda Böyük Britaniyaya ixracına icazə veriləcəkdir. Qeyd edək ki, hazırda sənədlər rəsmi qərar qəbul etmə mərhələsindədir. Azərbaycandan Çinə ixrac imkanları genişləndirilir. Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badamın ixracı üçün müvafiq icazələr əldə olunub. Eyni zamanda quş əti, akvakultura, yabanı dəniz məhsulları, eləcə də alma, xurma, nar, zəfəran, albalı kimi məhsullar ixrac icazələrinin alınması istiqamətində qarşı tərəflərlə intensiv işlər aparılır. Agentliyin sədr müavini Əziz Şərifov media nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycandan İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və digər bir sıra məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. Birləşmiş Ərəb Əmirlikliyinin nümayəndələri ilə keçirilən görüşlərin nəticəsi olaraq ət və ət məhsulları, süd və süd məhsulları, dəniz məhsulları, bal və digər arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılmış, həmən məhsulların eləcə də iri və xırda buynuzlu heyvanların ixracı üzrə müvafiq razılıq əldə olunmuşdur. Görülən işlərin nəticəsi olaraq hazırda dünyada 138 ölkə EFITO sistemi vasitəsilə elektron sertifikat mübadiləsini həyata keçirir ki, Azərbaycan da artıq bu sistemə qoşulmuşdur. Qeyd edək ki, bu tədbirlər Azərbaycan sahibkarlarının fəaliyyətini daha da stimullaşdırır.
Sahibkarlar beynəlxalq ticarət tələblərinə əməl etməlidir. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov sahibkarlara çağırış edib. Dəyərli media nümayəndələri, bildiyiniz kimi qida təhlükəsizliyi dövlət, sahibkar və istehlakçı arasında qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulan bir sistemdir. Bu sistemin effektivliyi hər üç tərəfin məsuliyyətli davranışından asılıdır. Burada sahibkarların da üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, sahibkarlar məhsullarını təhlükəsizlik və keyfiyyət göstəricilərinə diqqət yetirməklə yanaşı, eyni zamanda beynəlxalq ticarət tələblərini nəzərə alınaraq, xüsusilə qablaşdırma, etiketləmə və daşınma şərtlərinə ciddi şəkildə əməl etməlidirlər. Sədr müavini həmçinin qeyd edib ki, bu tələblərə əməl olunması həm məhsullarımızın rəqabət qabiliyyətliyini artırır, həm də ölkənin etibarlı ixracatçı imicinin qorunmasına xidmət edir. Qida zəncirində nəzarətin təmin edilməsi üçün qeydiyyat prosesi həlledici rol oynayır. Hazırda qida təhlükəsizliyi reyestrində 80 minə yaxın qida obyekti və subyekti mövcuddur. Reyestrə daxil edilən subyektlər üzrə vahid məlumat bazası yaradılıb və şəffaflığın təmin edilməsi məqsədi ilə bu məlumatlar agentliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə təqdim edilib. Beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Belə ki, 31 xarici ölkənin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi artıq tanınıb. Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə agentliyin sədr müavini Əziz Şərifov səsləndirib. Qida Təhlükəsizliyi Agentliyinin apardığı fitosanitar monitorinqlər 2025-ci ildə də həyata keçirilib. Ölkədə bitki sağlamlığının təmin olunması məqsədi ilə 2025-ci ildə agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə ərazisində bitkiçilik məhsullarının ilkin istehsalı ilə məşğul olan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər 3234 bitkiçilik təsərrüfatını, 126 park və yaşıllıq sahəsini, eləcə də 33 marşrutun müşahidəsini əhatə etmişdir. Nəzarət tədbirləri nəticəsində 254 halda uyğunsuzluq halları aşkar edilib. Məlum olduğu kimi, ətraf mühitin və bitki sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Sovet dövründən qalmış və uzun illərdir ciddi risk mənbəyi olan istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Hesabat ili ərzində Samux, Füzuli və İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatı toplanaraq cəngi pestisid poligonuna daşınıb və xüsusi beton bunkerlərdə zərərsizləşdirilib. Bu istiqamətdə bu ildə işlər davam etdiriləcək. 2025-ci ildə 129 xüsusi təhlükəli heyvan xəstəliyi üzrə hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq elektron sisteminə daxil edilib. Ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla hesabat ilində helikopter vasitəsilə aldadıcı yem formasında olan 22500 doza quduzluq əleyhinə vaksin ilə peyvəndləmə tədbirləri həyata keçirilib. Fürsətdən istifadə edib, media vasitəsilə heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə çatdırmaq istərdik ki, heyvanların yoluxucu xəstəliklərdən qorunması üçün baytarlıq sanitariya tələblərinə ciddi riayət etsinlər. Eyni zamanda həyata keçirilən peyvəndləmə tədbirlərində fəal olsunlar. Bu, həm epizootik sabitliyin qorunması, həm də qida təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır deyə sədr müavini əlavə edib. 2025-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da metodların sayı 900-ə çatıb. Sözsüz ki, laboratoriyaların peşəkarlığı və keyfiyyəti kəmiyyət göstəriciləri ilə qiymətləndirilməməlidir. Eyni zamanda laboratoriyanın nəticələrinin etibarlığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya, Niderland və s. beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumlar tərəfindən, daha doğrusu həmin ölkələrin qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənir.
Hazırda laboratoriyamız milli, o cümlədən 3 sınaq laboratoriyamız beynəlxalq akkreditasiyadan keçmişdir. Beynəlxalq akkreditasiyanı Almaniyanın DAX və Türkiyənin Türkap kimi məşhur nüfuzlu qurumları tərəfindən icra olunmuşdur. Sınaqlar nəticəsində məhsulun nə qədər müddətdə həm təhlükəsiz, həm də keyfiyyətli saxlanılması müəyyən oluna bilir. Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədri Əli Nəbiyev deyib. Qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl olunmaması bəzi hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır. 2025-ci il ərzində 1003 çağrı mərkəzinə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Bu hadisələrdə ümumilikdə 401 zərər çəkən qeydə alınmışdır, ölüm faktı qeydə alınmışdır. Təhlillər göstərir ki, zəhərlənmənin 65%-i məişət zəminində baş vermişdir. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai yaşada dönər məhsul olmuşdur. Əli Nəbiyev xüsusi olaraq vurğulayıb ki, bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. Əli Nəbiyev həmçinin qeyd edib ki, baş vermiş hər hansı sağlamlıq, o cümlədən mədə-bağırsaq pozğunluğunun qida zəhərlənməsi kimi qələmə verilməsi yanlışdır. Sahibkarlıq subyektlərinin sertifikatlaşma sahəsində dəstək tədbirləri davam edir. 25-ci ildə halal uyğunluq sertifikatlaşdırılması genişləndirilib. Eyni zamanda ölkədə ilk dəfə tətbiq olunan ulduz reyting layihəsi çərçivəsində xeyli müraciətlər daxil olmuşdur və artıq 3 ictimai yaşam müəssisəsinə, restorana 5 ulduz sertifikatına layiq görülərək onlara müvafiq ulduz verilmişdir. Eyni zamanda institut tərəfindən 17, 21, 22.000 və digər beynəlxalq standartlara uyğun xidmətlərin göstərilməsi təmin edilmişdir. İnstitutun idarə heyətinin sədri Əli Nəbiyev həmçinin onu da qeyd edib ki, bu günə qədər heyvanların identifikasiyası və qeydiyyatı sistemində 869.773 baş heyvan qeydiyyata alınıb. Ötən il göstəriciləri digər illərlə müqayisədə ciddi artım müşahidə olunur. Yəni 24 ilə 25-ci ilin müqayisəsində 26% artım müşahidə edirik ki, bugünə qədər də bu HICS dediyimiz heyvanların identifikasiyası və qeydiyyatı sistemində 870-ə yaxın heyvan qeydiyyata almışdır. Sözsüz ki, bu rəqəmlər bizi qane etmir. Yəni bildiyiniz kimi ölkədə mövcud olan bütün heyvanlar identifikləşdirilməlidir və fürsətdən istifadə edərək mən də fermerlərə, heyvan sahiblərinə çağırış edərək heyvanlarının identifikasiyasında maraqlı olmaları və bu tələbə riayət etmələrini xahiş edirəm. Bu il Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq çərçivəsində İctimai Səhiyyə Fakültəsinin tələbələri üçün nutrisiologiya və qidalanma və qida siyasəti fənlərinin tədrisinə başlanıb. Qida təhlükəsizliyi mədəniyyətin formalaşdırılması üçün bildiyiniz kimi elm, təhsil və maarifləndirmə agentliyin prioritet istiqamətlərindən biridir. Agentlik, həmçinin də institut bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir. Həm yeni peşəkar kadrların cəlb edilməsi istiqamətində, həm də maarifləndirmə istiqamətində tədbirlər icra olunmaqdadır. Bu ixtisaslı kadrların hazırlanması məqsədi ilə də beynəlxalq standartlara uyğun tədris materialları hazırda hazırlanmaqdadır, icra olunmaqdadır. Həmçinin Səhiyyə Nazirliyi ilə birlikdə elektron siqaretlərlə mübarizə üzrə geniş kampaniya aparılmışdır. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi üçün pilot layihələr həyata keçirilib. Sahibkarlar üçün keçirilən təlimlərdə isə ötən il ərzində 10.000-ə yaxın əməkdaşın iştirakı təmin olunmuşdur. Onu da qeyd edək ki, İnstitutun təlim mərkəzinin rəqəmsal platformaya keçidi üzrə işlərə artıq başlanılıb. 2026-cı il 23 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədi ilə seçki keçirilib. Səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədi ilə bütün lazımi sənədləri özündə ehtiva edən məlumat lövhələri, səsvermə qutusu və digər zəruri avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb. Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şura seçkilərində iştirak etdim. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu və mən öz iştirak etdiyim təşkilat adından dəstəklədiyim namizədə səs verdim.
Seçki prosesinin sonunda səsvermə qutusu açılıb və seçki komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülən 7 nəfər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuraya üzv seçilib. Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədi ilə ictimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq yaradılan məşvərətçi qurumdur. Beyləqan rayonu 2-ci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib. Belə ki, bazarın ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədi ilə baytar həkiminin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib. Eyni zamanda bazarın giriş və çıxış hissəsində dezbaryerlər quraşdırılıb, yem ambarı yaradılıb, iri və xırda buynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib. Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub. Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.